Hər kəsə bu günlərim kitabxanaçılıq imtahanında informatikada ən çox düşən 5 sual haqqında məlumat paylaşacağım sizlə. Burada gördüyünüz 5 sual haqqında, daha doğrusu 5 sualın izahını verəcəm. Birinci sual əməliyyat sistemləri hansılardır? Belə bir test mərhələsinə sual düşür. İlk növbədə bilməliyik ki, əməliyyat sistemi bizlə kompüter arasında, yəni istifadəçi ilə kompüter arasında əlaqə yaradır. Əgər biz kompüterə əməliyyat sistemi yükləməsək, ümumiyyətlə ekran qapqara olar və biz heç bir şey istifadə edə bilmərik. Nə qovluq yarada bilərik, nə fayl yarada bilərik, nə proqram yükləyə bilərik kompüterimizə. Yəni heç bir proqramlardan istifadə edə bilmərik. Yəni bir sözlə açırıq kompüteri və ekran qapqara olur. Ona görə də, yəni biz kompüterdən istifadə etməyimiz üçün mütləq şəkildə əməliyyat sistemi yükləməliyik. Və hansı əməliyyat sistemləri var? MS-DOS var, Windows var, Android var, daha sonra Linux var, Unix var. Yəni bunlar Windows əməliyyat sistemləridir və imtahanda da düşəndə biraz qarışıq salırlar. MS Office proqramlarının adlarında qeyd edirlər, əməliyyat sistemlərinin adlarında qeyd edirlər və deyirlər ki, aşağıdakılardan hansı əməliyyat sistemləridir. Yəni bilin ki, Word-dir, Excel-dir, PowerPoint-dir, bunlar əməliyyat sistemi deyil. Bunlar proqramlardır, tətbiqi proqramlara daxildir. Amma əməliyyat sistemlərinə MS-DOS, Linux, Unix, Android, Windows əməliyyat sistemləri daxildir ki, ən əsas da imtahanda ola bilər Windows əməliyyat sisteminin özündən də ayrıca sual salsınlar. Windows əməliyyat sistemindən sual salına bilər. Keçək ikinci sualımıza. Ctrl-C, Ctrl-X və Ctrl-V funksiyaları nələrdir? Onlardan danışaq və nə tipli bir suallar düşə bilər. Ctrl-C kopyalamaq deməkdir. Baxın, burada da əmrlər var. Elə özüm Word-də bu sualları yazmışam ki, buradakı əmrlərdən də sizə izah edeyim, şəkilləri də yadınızda qalsın. Ola bilər, şəkil kəsilib də göstərilə bilər ki, bu əmrin funksiyası nədir və ya qısa yolu nədir? Bilin, kopya əmridir, home tabının içərisində yerləşir və hər hansı bir sözü, cümləni, mətn fraqmentini biz kopyalamaq istəyiriksə, ya Ctrl-C-dən, ya da ki, home-dakı kopya əmrindən istifadə etməliyik. Ctrl-X kəsmək deməkdir. Hər hansı bir sözü və yaxud da ki, mətn fraqmentini, abzası ola bilər, mətn ola bilər, kəsmək istəyiriksə, ya buradakı home tabındakı cut əmrindən istifadə edərik, ya da ki, Ctrl-X-dən, baxın, burada da qısa yolu göstərilibdir. Ctrl-X-dən istifadə edə bilərik. Ctrl-V isə yapışdırmaq deməkdir. Yəni, biz nəyisə kopyalasaq, nəyisə kəssək, son məqamda Ctrl-V ilə yapışdırırıq. Tutaq ki, bura yapışdırmaq istəyirəmsə, mətn kursorunu bura yerləşdirirəm və Ctrl-V-ni vurduğumuz zaman kəsdiyimiz də, kopyaladığımız da həmən hissəyə, həmən yerə əlavə olunacaq, yəni yapışdırılacaq. Yapışdırmaq üçün də ya Ctrl-V, klaviaturadan Ctrl-V düyməsini vurmalıyıq və yaxud da ki, home tabında yerləşən paste əmrindən istifadə etməliyik. Bunların şəkli kəsilib də düşə bilər ki, həmən əmrin mənası nədir, ya funksiyası nədir və yaxud da ki, belə qısa yolları da göstərilə bilər ki, mənası nədir və yaxud da ki, Ctrl-C nə üçündür, belə bir sual da düşə bilər. Bir də təkrar edirəm, Ctrl-C hər hansı bir sözü mətnini kopyalamaq üçündür, Ctrl-X, yəni Ctrl-X kəsmək üçündür, Ctrl-V isə yapışdırmaq üçündür və bəzən, baxın, bununla əlaqədar, bax bu, belə deyək, qısa yollarla əlaqədar belə bir testlər də salınır ki, belə bir testlər rast gəlmişik, imtahanda olubdur. Bunu mən izah eləyəcəm. Siz isə bunu özünüz baxarsınız, cavabı tapıb yorum hissələrinə yazarsınız. Mən də səhv və ya düz olduğu haqqında sizə məlumat verəcəm. Gəlin birincini izah eləyim, digər sualı da siz özünüz taparsınız. İnformatika dərsləri ifadəsində, baxın, bu ifadədə informatika sözünü seçib, bax, seçməkdə bu deməkdir. Bəzən kopyalamaqla seçmək sözünü də qarışdırırlar. Biz əgər bunu belə seçmişiksə, bu kopyalamaq demək deyil, bu seçməkdir. Ümumiyyətlə, hansısa bir cümlə və yaxud da ki, abzas üzərində nəsə bir iş görmək istəyiriksə, istər şriftini böyüdək, istər hərflərin özünü rəngləyək, yəni simvolları rəngləyək, istər onu qalın yazaq, istər kopyalayaq, istər kəsək, mütləq şəkildə birinci onu seçmək lazımdır. Baxın, bu formada mouse'un kursoru ilə də tutub dartan kimi
seçiləcək. İndi bu ifadədə informatika sözünü seçirik. Seçəndən sonra Ctrl+C düyməsindən kopyalayırıq. Və bunu da keçməmişdən əvvəl bir şey də izah edeyim ki, daha yaxşı aydın başa düşəsiniz. Ctrl+C ilə Ctrl+V-nin fərqi var. Fərqi nədir? Bu fərqini biləndən sonra bu tipli testləri rahat formada işləyə bilərsiniz. Fərqi odur ki, Ctrl+C ilə biz nəyisə kopyalayırıqsa, həmən sözdə öz yerində qalır. Baxın, burada görürsünüz, deyirik Ctrl+C ilə kopyaladıq informatika dərsini. Bunu kopyalasaq, bu informatika sözdə yerində qalır. Gəlsək bura kursoru yerləşdirib Ctrl+V ilə yapışdırsaq, bir dənə də informatika sözü əlavə olunacaq. Yəni, kopyalayanda söz həm öz yerində qalır, həm onun bir nüsxə əlavə olunur. Amma kəsəndə söz öz yerində qalmır. Yəni, mən bunu seçib Ctrl+X eləsəm isə, buradakı informatika sözü silənəcək, aparıb mən harda kursoru yerləşdirib Ctrl+V-ni vursam, ancaq ora əlavə olunacaq. Fərqi cəhəti budur, bir də izah edirəm. Ctrl+C ilə kopyaladığımız hər hansı bir məlumat yerində qalır, bir də ondan bir nüsxə yaranır, yəni bir dəfə təkrar əlavə olunur. Amma Ctrl+X ilə kəsdiyimiz isə söz yerində qalmır, bir növ yerini dəyişmək kimi yadda saxlaya bilərsiniz. İndi başlayaq bunu izah edeyim. İnformatika sözünü seçdik, düzdürmü? Yəni bunu ayrı yazım, daha yaxşı görəsiniz. Baxın, informatika dərsləri sözündə, dırnaqları da silək. İnformatika dərsləri sözündə, informatika sözünü seçirəm. Seçəndən sonra Ctrl+C-ni vururam. Yəni, buradakı kopyala sözü var, Copy sözünü vururam. Vurandan sonra, daha sonra kursoru gətiririk. Dərsləri sözündən sonra yerləşdirirəm. Və Ctrl+V-ni vururam. Baxın, Ctrl+V-ni vurdum. Hələ qutarmayıb. Əgər burada qutarsaydı, yəni bu söz olmasaydı, desəydi nə qədər söz alınıb, deyəcəkdik ki, 3 söz alınıb. Görürsünüz, 3 söz alındı. Amma artıq hələ ardı var, davam edirik. Bundan sonra da bütün mətni seçirəm. Bax, bunun hamısını seçdik. Bu ifadənin hamısını seçdim. Ctrl+X-i vurdum. Baxın, Ctrl+X-i vuranda 3 sözün 3-ü də ləğv olunacaq. Ctrl+X-i vurdum. Ctrl+X-i vurandan sonra gəlirəm üst dəfə də Ctrl+V düyməsini vuracam. Baxın, 1, 2 və 3. İndi son məqamda bizim neçə sözümüz alınır? Fikir verdiniz. Bir ifadədə 3 söz olduğuna görə və biz də onu 3 dəfə təkrar etdiyinə görə neçə söz olacaq? 9 söz olacaq. Bax, bunu bu şəkildə tapılır. Əgər burada Ctrl+C olsaydı, gəlin bunu da izah edeyim, daha yaxşı aydın. Tutaq ki, Ctrl+X yox, Ctrl yerində Ctrl+C var. C hərfini yazın. Qayıdaq əvvəlki formaya. İndi belə, buna əsasən izah edeyim. İnformatika dərsləri sözündə yenə təzədən informatika sözünü seçirəm, kopyalayıram, gəlirəm dərsləri sözündən sonra yerləşdirirəm, Ctrl+V-ni vururam, yapışdırıram. Bundan sonra bunu seçirik və Ctrl+C-ni vururuq, yəni kopyalayırıq. Bayaq fikir verdiniz, Ctrl+X eləyəndə bu yerindən silinmişdi. Amma artıq yerindən silinməyibdi, yəni özü yerində qaldı. Ctrl+C ilə indi kəsilmir də, kopyalanır. Buranı da kopya edeyim. Tutaq ki, kopya sözü yazım. Kopya etdikdən sonra gəlirik 3 dəfə Ctrl+V düyməsini vururuq. 1, 2, 3. Fikir verdiniz? Bayaq sadəcə 3 dəfə təkrar elədik bunu. Cəmi 9 söz alındı. Amma indi kopyaladığımıza görə əvvəlki də öz yerində qaldığı üçün deyəcəyik ki, 4-ü 3-ə vururuq, 12 söz olduğunu, yəni həmən variantda 12 rəqəmini seçməliyik. Əgər Ctrl+X idisə, bunu seçib kəsmişdik deyə bu ləğv olunmuşdu, bu 3 yerində qalmışdı buradakı yapışdırmağa görə. Bir də burada 3 yox, tutaq ki, 2 də yazıla bilərdi, 4 də yazıla bilərdi. Onu əsasən hesablayım. İndi aşağıda olan belə bir test hazırlamışam. Bunu siz özünüz tapın və yorum hissələrinə qeyd eləyin, səhv və ya düz olduğunu qeyd edəcəm. Kitabxanaçılıq və informatika dərsləri ifadəsində əvvəlcə informatika sözünü Ctrl+X ilə kəsirik. Daha sonra kursoru sonda, yəni bu dərslərindən sonra yerləşdiririk və Ctrl+V əlavə olunur. Və ardınca bütün mətn seçilib Ctrl+C edilir. Daha sonra isə, yəni burada bir dəfə Ctrl+V-ni vururuq da, bunu da qeyd edeyim. Bir dəfə Ctrl+V düyməsini vururuq. Və cəmi neçə söz alınır, onu mənə yazın. Səhv və ya düz olduğunu qeyd edəcəm.
Keçək digər sualımıza. Microsoft Word proqramında səhifə nömrələnməsi hansı tab və hansı əmrlə aparılır? Bax, bu da imtahana düşmüş suallardan biridir. Bax, görürsünüz, bir səhifəmiz var və səhifəni mən nömrələməmişəm. Yəni, burada səhifə nömrəsi qeyd olunubdur. Əgər bu səhifəni nömrələmək istəyirəmsə, mən gəlməliydim insert tabına. Yəni, səhifə nömrələməsi insert tabının içərisindədir. Insert tabından page number əmri var. Bu əmrə daxil oluram. Seçən buradan yuxarıda nömrələnmə qaydasını seçərəm. Yəni, müxtəlif formaları var burada. Hansı forma bizə uyğundursa, onu seçirik. Siz yadda saxlayın ki, səhifəni nömrələmək istəyiriksə, insert tabına gəlməliyik. Buradan page number-ı seçməliyik ki, biz səhifəni nömrələyik. Ta ki, aşağıdan, ortadan nömrələmək istəyirik. Bunu seçib, seçəndən sonra buradakı ya close düyməsini vurarıq, ya da ki, səhifənin ortasında 2 dəfə sol düyməsini vurarıq. Baxın, yazıldı ki, bu bizim birinci səhifəmizdir. Əgər biz ikinci səhifə yaradırıqsa, səhifə yaradılmasına qeyd edeyim. O da insert tabındadır. Buradan blank page əmri var ki, yeni səhifə yaratmağımız üçündür. Bir dəfə vurduğumuz zaman ikinci səhifə yaranacaq və səhifəni nömrələdiyimiz üçün burada 2 rəqəmi qeyd olunacaq. Əgər səhifə nömrələnməsini ləğv eləmək istəyiriksə, onu da qeyd edeyim. Yenə page number-ın içərisində remove page number düyməsi var ki, bundan istifadə edib nömrələnməni ləğv eləyə bilərik. Keçək digər sualımıza. Fayl və qovluğu necə açmaq olar? Tutaq ki, biz əməliyyat sisteminin üzərində, baxın, bu əməliyyat sistemidir. Əməliyyat sisteminin üzərində mouse'un sağ düyməsini vurub kontekst menüsünü açmışıq və buradan belə bir folderdan qovluq yarada bilərik. Və yaxud da ki, gəlib new-dan hər hansı bir Word proqramına aid fayl yarada bilərik. Fikir verirsiniz. Bu qovluğa, bu fayla daxil olmağımız üçün mouse'un sol düyməsini 2 dəfə vurmalıyıq. Baxın, 2 dəfə vurduğumuz zaman biz fayla daxil olduq. Və yaxud da ki, 2 dəfə qovluğa mouse'un sol düyməsini vurduğumuz zaman qovluğun içərisinə daxil ola bilirik. Yəni, bir sözlə belə bir sual düşsə ki, fayl və qovluğu necə açmaq olar? Bilin ki, mouse'un sol düyməsini 2 dəfə çıqqıldatmaqla fayl və qovluğa daxil ola bilərik. Yəni, fayl və qovluğu aça bilərik. Eyni zamanda proqramlara aiddir. Proqramları da açmaq istəsək, mouse'un sol düyməsini 2 dəfə çıqqıldatmaq lazımdır. Amma proqramın menüsünə baxmaq istəyiriksə, faylın menüsünə və iş masasının kontekst menüsünə baxmaq istəyiriksə, onda mouse'un sağ düyməsindən istifadə edəcəyik. Gələk 5-ci, sonuncu sualımıza. Bu Excel-də olan funksiyalardan biridir. Ayrıca Excel dərsi üçün də qısa bir video çəkib hazırlayaram. Necə hesablama aparılır ona aid. Burada sadəcə mənalarını izah edəcəm. Çünki bu şəkildə düşüb ki, uyğunluğu müəyyən edin. Sum nə funksiyasıdır, average nə funksiyasıdır, min nə funksiyasıdır Excel-də. Yəni, bu üçü Excel-də istifadə olunacaq. Əgər biz Excel-də tutaq ki, bir cədvəl hazırlamışıq və cədvəldə rəqəmlərimiz varsa, xanalarımızın içərisində, həmən rəqəmlərin cəmini tapmaq istəyiriksə, sum funksiyasından istifadə edəcəyik. Yəni, sum rəqəmlərin, ədədlərin cəmini tapır. Average ədədlərin, yəni rəqəmlərin ədədi ortasını tapır. Toplayıb neçə rəqəm olduğunu bölmək. Riyaziyyatda hamımız keçmişik orta məktəbdə. Yəni, average ədədi ortanın tapılmasıdır. Min isə minimum deməkdir. Tutaq ki, cədvəlimizdə rəqəmlər var, tutaq ki, 5 xanada. O 5 xananın içərisində ən kiçik rəqəm hansıdır? Tutaq ki, birində 5 yazılıb, birində 7 yazılıb, birində 3 yazılıb. Əgər bunlardan ən aşağısı tutaq ki, 3-dürsə, artıq orada qeyd olunur ki, min funksiyasından biz tapırıq ki, ən kiçik rəqəm 2 rəqəmidir. Gəlin, elə praktik formada bu 3 funksiyanı sizə göstərim, daha aydın olsun. Belə nəzəri şəkildə ola bilər ki, yaxşı yadınızda qalmaya bilər. Excel-i açdım. Baxın, tutaq ki, belə bir cədvəl hazırlamışıq. Balaca bir cədvəl hazırlayaq. Və bura rəqəmlər yazaq. Tutaq ki, 4. Gəlin buraya yazaq. 3. Bax, bu cədvəlimizdə rəqəmlərimiz var. Bu rəqəmlərin cəmini tapmaq istəyiriksə, ilk növbədə onu da qeyd edeyim, əlavə bir məlumat olsun sizin üçün də. Bu da gəlib imtahana düşə bilər. Biz Excel-də hesablama aparmaq istəyiriksə, hər hansı bir xananın içərisində mütləq şəkildə bərabər işarəsini birinci yazmalıyıq. Bərabər işarəsini yazdıq. İndi bu ədədlərin cəmini tapmaq istəyiriksə, sum funksiyasından istifadə edəcəyik. Sum ədədlərin cəminin tapılmasıdır.
Baxın, elə mənası nədir o düşübdür imtahanda. Gəlirəm buradakı bütün rəqəm olan xanaları bu şəkildə seçirəm. Baxın, F3 qoşa nöqtə G7 yazılıb. Buradakı qoşa nöqtə, nöqtəli vergülün də fərqləri çoxdur. İmtahanda gəlir elə bir suallar da düşür. Əgər nöqtəli vergül olsaydı, burada qoşa nöqtə yox, nöqtəli vergül olsaydı, o deməkdir ki, yalnız F3 xanasındakı rəqəmlə, yəni 5 ilə G7 xanasındakı rəqəmin qiyməti tapılmalıdır. Baxın, G7-də də 0 var da, deməli 5-in üstə 0 gələcəkdik, 5 tapılacaqdı. Amma burada qoşa nöqtə işarəsi qoyulub. Çünki mən diapazon kimi seçmişəm xanaları. F3-dən başlayaraq G7-yə qədər bütün xanaları seçmişəm. Qoşa nöqtə bilin ki, birinci xananın adı nədirsə, axırıncı xananın adı nədirsə, ora daxil olan bütün rəqəmlərin ya cəmini tapılacaq, ya vurulması tapılacaq və s. Yəni burada da funksiyalara əsasən siz biləcəksiniz cəmimi, vurulması mı, yəni hansı əməliyyatdan istifadə edirsiniz. İndi biz samdan istifadə etmişik deyə ədədlərin cəmi tapılır. Qoşa nöqtə var deyə buradakı bütün ədədlərin cəminin tapılmasıdır. Enter düyməsi təsdiq düyməsidir. Enter düyməsini vurduğum zaman xananın içində həmin ədədlərin cəmi görsənəcək. Fikir verdiniz? Gələk indi ədədi ortaya, average funksiyasına. Average funksiyası da dediyimiz kimi ədədi ortanın tapılmasıdır. Tutaq ki, biz 5, 4, 12 ədədlərinin ədəd ortasını tapırıq. Ədədi ortada bayaq dediyim kimi, yəni riyaziyyatdan hər birimiz keçmişik orta məktəbdə. 5, 4, 12 toplanılacaq və 3-ə böləcək. Çünki 3 rəqəmimiz var. Yəni rəqəmlərin sayı nə qədərdirsə ona bölünür. Gəlirəm 5-i, 4-ü, 12-ni seçirəm bu şəkildə. Özü avtomatik toplayacaq və rəqəmlərin sayını böləcək, bizə cavabı verəcək. Baxın, enter düyməsini vurdum və ədədi orta tapıldı. Yəni 5-in üstə 4 gəldi, üstə 12 gəldi. Alınan cavabı tutaq ki, böldü 3 rəqəmlə sayına və cavab alındı. Keçək indi min funksiyasını mən sizə izah edeyim. Min funksiyası ən kiçik ədədin tapılmasıdır. Baxın, burada ən kiçik ədədimiz nədir? 4 rəqəmdir, düzdürmü? Yəni mən artıq F3-dən F7-yə qədər xanaları seçmişəm və minimum funksiyasına əsasən də bu xanaların içərisində ən kiçik rəqəm hansıdır? O bizə yazılacaq. Baxın, 4 rəqəmi yazıldı. Yəni bunu da bu şəkildə hesablayırlar və imtahana da gəlib ya cədvəl şəklində də düşə bilər, Excel-dən kəsilib hazırlana bilər. Bir imtahana sadəcə mənaları düşmüşdür ki, sum nə funksiyasıdır, average nə funksiyasıdır, min nə funksiyasıdır. Bugün də informatikadan 5 sual haqqında video izahı çəkdim. Bəyənməyi, yorum yazmağı unutmayın, kanala abunə olmağı unutmayın. Belə yeni bir videolar istəyirsinizsə, yorumda yazın. Bugünə qədər Excel ilə də bağlı hansı suallar düşüb və yaxud da ki, PowerPoint ilə bağlı, Word ilə bağlı onların da videosunu çəkib paylaşım. Hələlik hər biriniz